Salam, xoş gördük hər birinizi. Bu günləri mən çox gözəl, çox möhtəşəm, ətri gözəl olan qızılgül mürəbbəsi hazırlayacağam. Hazırlamaya keçmədən öncə kanalıma dəstək olarsanız çox sevinərəm. Kanalıma dəstək üçün abunə olub zil butonunu aktiv etməyi unutmayın və videolarımı sonuncan izləyib yaxınlarınızla paylaşarsanız çox sevinərəm. Və məni digər sosial şəbəkələrdən və Instagramdan da dəstək olmağı unutmayın. Və indi isə keçirəm hazırlanma qaydasına. İlk öncə mən gülləri gördüyünüz bu qaydada saplaqları ilə birlikdə kəsib yığıram. Gülləri yığarkən diqqətli şəkildə yığıram ki, yəni silə-çəkələrə tökülməsin deyə. Və mənim bu videomda mənə dəstək olan, mənim çəkiliş üçün köməklik göstərən yaxınlarıma dərin təşəkkür edirəm. Yaxşı ki varsınız. Allah hər zaman yaxşı insanları qorusun. Və qızılgülləri yığıb bitirdikdən sonra indi isə saplaqlarını təmizləməyə başlayırıq. Qızılgülləri təmizləyib ləçəklərini bir aşüzənin içərisinə yerləşdirmək lazımdır ki, içərisində olan qarışqalar aşüzənin deşikli hissəsindən çıxıb getsinlər deyə. Və gördüyünüz bu qaydada qızılgüllərin ləçəklərini təmizləməyə başlayırıq. Mən qızılgüllərin ağ hissələrini kəsmədən hazırlayıb bişirirəm. Yəni çox insanlar kəsərək ağ hissələrini təmizləyir, sonradan bişirir, amma mən ehtiyac bilmədiyim üçün bu qaydada hazırlayıram. Gördüyünüz kimi çox rahat şəkildə saplaqlarından təmizlənir qızılgüllər və bu arada da yeni fikirlərinizi və suallarınızı videonun yorumlar qismində gözləyəcəm. Gördüyünüz kimi qızılgül ləçəklərimizi təmizləyib bitirdik. Qızılgül ləçəklərindən çıxardığımız, təmizlədiyimiz saplaqları isə qurudub qış üçün saxlayırıq. Qışda dəmləyib içərkən çox faydalıdır. Bildiyiniz kimi qızılgül özü qədər saplaqlar da bir o qədər faydalıdır. Bildiyiniz kimi ürəyin dərmanıdır qızılgül. İndi isə qızılgüllərimizi gördüyünüz kimi axar suyun içərisində yumaq lazımdır ki, içərisində olan qarışqa falan qalmasın. Qarışqa olmağından heç narahat olmayın. Qarışqa olmağı normaldır. Yəni güllərin içərisində onsuz da qarışqaların olduğunu hər kəs bilir. Axar suyun altında yuyarkən qarışqalar onsuz da axıb gedir, içərisində qalmır heç bir dənə də. Gülün ləçəklərini yaxşı yuduqdan sonra kənarda gözlədəcəm ki, suyu çəkilsin deyə. Gülün ləçəklərini yuyub suyu çəkildikdən sonra bişirəcəyim qabın içərisinə 1 litr su, 1 kiloqram da şəkər tozu əlavə edirəm. Mənim bişirəcəyim qızılgül ləçəklərinin çəkisi isə 100 qram olduğu üçün 100 qrama 1 litr su, 1 kilo da şəkər tozu əlavə edib mürəbbənin şirəsini hazırlayıram. İlk öncə şirəni hazırlayıb, daha sonra isə qızılgül ləçəklərini əlavə edəcəm. İndi isə qabımı ocağın üstünə qoyduqdan sonra qarışdıraraq içərisində olan şəkər tozu əriyib şirə halına gəlməyini gözləyəcəm. Artıq gördüyünüz kimi şəkər tozu əriyibdir, qaynamağa başlayıb. İndi isə qızılgül ləçəklərini şirənin içərisinə əlavə edirəm. Bütün detalları ilə necə var, olduğu kimi sizlərlə paylaşmaq istədim. Videomu nə kəsdim, nə də ki sürətləndirmə rejiminə qoydum. Videom əgər sizə sıxıcı gələrsə, sürətləndirmə rejiminə qoyub izləyə bilərsiniz. Qızılgül ləçəklərini şirəyə əlavə etdikdən sonra yaxşı qarışdırıram.
Gördüğünüz kimi qarışdırdıqca rəngi dəyişməyə başlayır. Suyunun rəngi isə yaşıl rəngə çalmağa başlayır. Qızılgül mürəbbəsinin üzərində kəfi falan olmur. Yəni kəfini yığmağa ehtiyac yoxdur. Çox asan və çox rahat bir mürəbbə alınır gördüyünüz kimi. Bəzən bir boğum suyun içərisində qaynatdıqdan sonra suyunu süzüb daha sonra isə şəkər tozu əlavə edib təkrar gül ləçəklərini əlavə edib mürəbbə hazırlayırlar. Mənə bu qaydada daha rahat gəlir. Mən mürəbbəmi qarışdıraraq təxminən 20 dəqiqə müddətində bişirdim. 20 dəqiqə bişirdikdən sonra yarım çay qaşığı qədər ilə limon duzu əlavə edib təkrar biraz qarışdırıb ocağın altını bağlayıram. Mürəbbəm artıq hazırdır. Öncədən sterilizə edilmiş bankaların içərisini yuyub quruladıqdan sonra mürəbbəmi bankaların içərisinə yığmağa başlayıram. Qeyd edim ki, mürəbbəm soyuduqdan sonra mən bankalara yığmağa başladım. Bankanın kənarından axan şirəni təmizlədikdən sonra bankaların qapağını kip şəkildə bağlayacağam. Və budur. Mənim mürəbbəm artıq gördüyünüz kimi hazırdır. Rəngi yerində, mükəmməl, xarlamayan gül mürəbbəsi hazırladım. Ətrinə və dadına söz ola bilməz. Əminəm ki, sizlər də bu üsulda hazırlasanız heç vaxt peşman olmayacaqsınız. Allah hər kəsin bağladığını ağız şirinliyə yeməyi nəsib etsin. Və məni hələ də dəstək olmamısınızsa kanalıma abunə olub zil butonunu aktiv edin ki, paylaşdığım videolarda anında xəbərdar olasınız və videolarımı sonacan izləyib yaxınlarınızla paylaşmağı unutmayın. Və məni digər sosial şəbəkələrdən və Instagramdan dəstək olarsanız çox sevinərəm. İzlədiyiniz üçün təşəkkür edirəm. Gələn videolarda görüşmək ümidi ilə hələlik sağ olun.